Yardımlı Urakaran Bilgə 2025-ci il. Deməli, Bilgə nekropolunda arxeoloji tədqiqatlarımızı davam etdiririk. Hal-hazırda iri megalit örtüklü qəbirlər, daş qutu qəbirlər və küp qəbirlər tədqiq olmuşdu. Bundan da əvvəl keçən illərin aşkar olunan at dəfinlərinin 3 dənəsi təzədən çıxarıldı və izotop analizlər, radiokarbon analizlər üçün nümunələr götürüldü və atların cinsi və yaşı üzrə tədqiqatlar aparıldı. Hal-hazırda deməli Bilgə nekropolundayıq və burada yan-yana şimal-şərq istiqamətə iri daş örtüklü qəbirlərdir. Qəbirlərin hələ üst qapaqları qaldırılmayıb. Hələ qəbirlərin deməli kənarları, konturları və üzəri təmizlənir. İkinci mərhələdə üst qapaqlar qaldırılacaq. Deməli, nekropolun şimala doğru sərhədi, qurtaracaq yeri. Bu hissələrdə də küpdə dəfin formaları aşkara çıxarılmışdı. Qeyd eləyək ki, dəfin küpləri, yəni küp qəbirlər bu nekropolda müxtəlif istiqamətlərədir, yəni stabil bir istiqaməti yoxdur. Və dəfin küplərinin üst hissələri ciddi dağıntıya məruz qalmışdı və deməli ümumi formasını hələlik müəyyən etməyə çalışırıq. Bu ilki tədqiqatlarımız zamanı aşkar olunan iri ölçülü digər daş qutu qəbir digərlərindən böyüklüyünə görə seçilir. Hal-hazırda kənarları açılır, yəni işlənir və nekropolun cənub istiqamətə doğru sərhədi qurtaracağı və göründüyü kimi burada artıq geoloji qat, yer səthinə yaxın hissədə geoloji qat müəyyən olunmuşdu. Lakin mərkəzi hissələrdə dağınıqlıqlar var, yəni geoloji qat yoxdur, torpaq qatıdır və bu hissədə də müəyyən qəbirlər qeydə alınmışdı. Lakin hələ ki üst hissəsi aşkarlanır, yəni izlənilir. Bundan əlavə digər küp qəbir və bu küp qəbir şərq istiqamətə qoyulmuşdu və müəyyən qədər dikinə və çəpinə qoyulmuşdu və ağzına da daş qapaq örtülmüşdü. Bu da bu ərazinin küp qəbirləri üçün səciyyəvidir və daş qapaq qoyulduqdan sonra da anım mərasimləri zamanı müəyyən qablar içərisində müəyyən azuqələrlə qapağın, küpün ağzının xarici hissəsinə də yerləşdirilirdi, qoyulurdu. İri həcmlidir. Bütün küplər, aşkar olunan bütün küplər, lakin küplərin iri həcmliyinə baxmayaraq bunlar içərisində yəni kiçik ölçülü, yəni uşaq qəbirlərinə də, uşaq dəfinlərinə də təsadüf olunur. Tədqiqatlarımız hələ davam eləyir. Növbəti mərhələdə foto sənədləşdirmə və plan cizgi işləri bitdikdən sonra daş qutu qəbirlər və küp qəbirlərin içərisi tədqiq olunacaqdır.